Salam əziz təbiət və biologiya sevərlər. Xoş gördük hamınızı. Bugün bir videoda daha qarşınızdayım. Bu səfər sual izah edəcəm. Yenə də keçən dəfə dünən, yəni biologiya kanalında, YouTube kanalımda, təbii ki də YouTube'da kök mövzusunun izahını vermişdim və mən də istədim ki, onun səhərsi günü belə bir kökə aid bir sual izah edeyim. Bu təbii ki də özüm hazırlamışam. Mən yəni bu sualı heç yeri görməmişəm. Yəni ki, özüm hazırlamışam. Gördüyünüz kimi əl yazmada özüm yazmışam bu sualı, bayaq yazdım. Deməli, uyğunluğu müəyyən etmək istəyir bizdən kökün şəkil dəyişmələrinə baxacağıq və burada incə bir nüans var. Baxın, burada deyir şəkil dəyişməsidir, şəkil dəyişməsidir, burada deyir inkişaf edir. Nə deməkdir bunlar? Mən dünən izah elədim ki, məsələn, meyvə köklər əsas kökdən inkişaf eləyirlər. Yəni ki, meyvə köklər məsələn desəydi ki, bu kökdən inkişaf eləyir, olacaq da əsas kök və ya bunun şəkil dəyişməsidir. Bunlar eyni şeydirlər. Yəni ki, bura cavab əsas kök olacaq. Meyvə köklər əsas kökdən inkişaf eləyirlər. Yox desəydi ki, meyvə köklərdən inkişaf eləyən kök hansıdır? Buradakı kimi soruşsaydı meyvə kök altında, burada götürəcəkdi yan və əlavə köklər. Amma bizdən bunu istəmir. Birə C variantını uyğunlaşdırdıq. Baxırıq, A və B variantlarımızı eləmiş oluruq avtomatik olaraq. Və deyir ki, kök yumrularının inkişaf edir. Aha, gəldik bura. Kök yumruları özü yan və əlavə köklərin şəkil dəyişməz. Amma bizdən bunu istəmir. Bizdən istəyir ki, kök yumrularından hansı kök inkişaf eləyir? Yalnız yan köklər inkişaf eləyir şagirdlər. Deməli, burada cavabı götürəcəyik A variantı. Avtomatik C, A, burada da olacaq B variantı. Gəlin indi buna da baxaq. C variantıdır cavabımız. Baxırıq, kök qarmacıqlar bunun şəkil dəyişməsi. Yenə buradakı kimi istəyir bizdən. Kök qarmacıqları da məcbur A'mız getdi, C'miz getdi, qalacaq əlavə köklər. Həqiqətən də düz deyir, əlavə köklərin şəkil dəyişməsidir. Sağ olun, salamat qalın. Növbət dərslərdə görüşənədək.